Elektrik qaynağına baxmaq təhlükəlidirmi? Olduqca təhlükəlidir. Belə ki, bu zaman yüksək dərəcədə ultrabənəfşəyi və infraqırmızı şüaların təsiri gözlərimizin buynuz qışasında fotokeratitlər yarada bilər. Hətta gözün arxa qışalarında, torlu qışada geri dönülməz dəyişiklik əmələ gətirə bilirlər. Bundan başqa, yad cisim də gözə daxil ola bilər bu proses nəticəsində. O baxımdan qoruyucu eynəklər istifadə olmalı və kənardan baxmaq olmaz. Qaragilə faydalıdırmı? Qaragilənin gözlərimizin sağlamlığı baxımından faydalı olması elmi cəhətdən təsdiq olunmamışdır. Sadəcə olaraq gilə meyvələr immun sistemi qaldırdığı üçün, xoş əhval-ruhiyyə yaratdığı üçün istənilən halda gözlərimiz üçün faydalıdır. Antiqlaukomatoz damlalar daimi tökülməlidirmi? Antiqlaukomatoz damlalar mütləq daimi və həkim nəzarəti altında tökülməlidir. Belə ki, qlaukoma, qara su xəstəliyi gözünüzdə geri dönməz dəyişiklik yaradır və korluğa səbəb ola bilir. O baxımından damlanızı mütləq daimi istifadə etməlisiniz və həkim nəzarətində olmalısınız.